çəkilişdə yalnız məhsulu yox, həm də öz günlük rutininiz haqqında və yaxud öz fikirlərinizlə bölüşün deyəndə bəziləri fikir vermişəm ki, yəni konkret vaxt ayırır video üçün. Deyir ki, falan günü falan saatda video çəkəcəm və o inanın ki suyunu alınır. Çünki siz istədiyiniz zaman və yaxud boşluq olan zaman və yaxud fikir ağlınıza gəldiyi zaman yox, çünki ətrafda adamlar var deyə çəkmirsiniz, siz onun üçün ayrıca zaman ayırırsınız və gedirsiniz haradasa və yaxud evdə, yəni insanlar olmayan yerdə video çəkirsiniz ki, sıxılırsınız çünki insanlar sizə baxır. Yəni bu da bir psixoloji məqamdır, bunu da atlatmaq çox rahatdır. Yəni bu moment videolar süni olur. Yəni, siz ayrıca zaman ayırırsınız video üçün ki, mən bu saatdan bu saata video çəkəcəm. Onda videolar süni alınır və süni videoya heç bir izləyicidə güvən yaranmır. Çünki hər bir süni video siz nə qədər özünüzü aktyorluq eləsəz belə, çünki özüm deyirəm kimi vaxtilə ona görə deyirəm. O kamerada hiss olunur və izləyici onu heç ortasında kimi, videonun ortasında kimi